Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bu videomuz MIQ 2025 kurikulum sualları ilə bağlı, kurikulum məsələləri ilə bağlı çəkilmiş bir videodur. Heç bir reklam xarakteri daşımır. Başdan sona qədər çox diqqətlə dinləyin. İmtahanda toxunula biləcək mövzulara, yanaşma tərzlərinizə hamısına bir-bir aydınlıq gətirəcəm. Bundan başqa müəllimlər, biz artıq bilməliyik ki, bunu dəfələrlə qeyd etmişəm ki, metodika sualları il-ildən qəlizləşir, mürəkkəbləşir. Səbəb isə ondan ibarətdir ki, artıq metodika sualları ixtisaslaşır, fənləşir. Nə mənada? Artıq biologiya, tarix, coğrafiya və s. kimi fənlərin kurikulum sualları həmən fənnin məqsəd vəzifələrinə, tədrisinə xidmət edir. Bu da bəzi məqamlarda təhlil dəyərləndirmə mərhələlərindən bağlı məsələlərdə, inteqrasiyanın seçilməsindən bağlı məsələlərdə müəllimlərimizə çətinlik yaradır. Bundan başqa məsul şəxslərin, belə deyək ki, özlərinin belə vahid bir fikrə gəlməməsi, bəzən qarışmamalı olduqları məsələlərlə bağlı testlərin salınması, hansı ki, onlar bir müəllimin özünün pedaqoji qabiliyyəti ilə, ustalığı ilə bağlı məsələlərdir ki, onları test kimi salmaq doğru deyil. Çünki hər bir müəllimin özünün öz yanaşması ola bilər. Bundan başqa bəzi yeniliklərin imtahan ərəfəsinə çox sayılı gün, 1, 2, 3 gün qalmış və s. formalarda ortalığa çıxması, nələrinsə bizdən xəbərsiz dəyişməsi çox təəssüf ki, mənfi hallar yaradır. Lakin yenə dediyim kimi, biz bəzi məsələlərdə diqqətli olmalıyıq. Çünki kurikulumdan bilirsiniz ki, mütləq şəkildə bizim 6 balımız qalmalıdır ki, biz ixtisasdan nə qədər yazırıqsa yazaq, kurikulumdan 6 düzümüz, 6 balımız daha doğrusu qalmadığı təqdirdə biz mərhələdən keçməmiş hesab olunuruq. Ona görə də müəllimlər, bu videomuz onunla bağlıdır ki, siz həm uğurlu nəticə göstərə biləsiniz, həm də müəyyən bir formada ixtisasınızı gözəl bildiyiniz təqdirdə metodika suallarına görə bu mərhələdə kəsilmiş qalmayasınız. Demək müəllimlər, testlərdə təlim məqsədinə, təlim nəticəsinə bağlı biz suallara rastlayırıq. Təlim nəticəsi, təlim məqsədi eyni ifadədir. Bəzən biz bunu dərsin məqsədi ifadəsi şəklində görürük. Yadda saxlamalısınız ki, 45 dəqiqənin aparılması təlim məqsədinin nəticəsinin, belə deyək, nəzdində baş verir. Yəni, bir müəllim qiymətləndirmə meyarını seçərkən, öyrənmə fəaliyyətlərini, deməli, icrasını tapşırarkən, seçərkən, strategiyaları, iş üsulları və s. müəyyənləşdirərkən, alt standartdan çıxartdığı təlim nəticəsinə, məqsədinə diqqət yetirməlidir. Müəllimlər, yadda saxlayırsınız ki, təlim nəticəsi, yəni təlim məqsədi dərsin əvvəlində müəyyən olunur və dərsin bütün qalan hissəsi təlim nəticəsinə görə təşkil olunur ki, və sonda da şagirdlər bu təlim nəticəsinə yiyələnməlidirlər. İkinci məsələ dərsin planlaşdırılması ifadəsi. Bəzən suallarda rastlayırıq ki, hər hansı bir planlama sözünü görən kimi müəllimlər düşünürlər ki, burada söhbət gündəlik və yaxud da ki, illik planlaşdırmadan gedir. Gündəlik və illik planlaşdırma müəllimin sənədidir və müəllimə işini düzgün qurmağa, vaxt itkisinə yol verməməyə və işini effektiv qurmağa kömək göstərir. Amma müəllimin hər hansı bir formada dərsi planlaması, dərsinin belə deyək plan qurması hər zaman gündəlik planlaşdırma, hazırlamaq anlamına gəlmir. Yəni, bu ifadənin mənası başqa. Deyək ki, mən dərsimi planlayıramsa, hər hansı bir plan qururamsa şifahi formada, bu demək deyil ki, söhbət gündəlik planlaşdırmadan gedir. Mən ümid edirəm ki, siz məni daha yaxşı başa düşdünüz, mən nə demək istəyirəm. Bəzən testlərdə səhvə yol verirsiniz ki, yox, müəllim dərsin planlaşdırmasında bunu yaza bilməz. Müəllimlər, diqqətlə baxın, bəlkə orada söhbət heç gündəlik rəsmi planlaşdırma sənədindən getmir və yaxud da illik planlaşdırmadan getmir. Müəllimin hər hansı bir formada planını dəyişməsi, gündəlik planlaşdırmanı dəyişməsi demək deyil. Yəni, planını dəyişir, bunu eləməliydi, sadəcə bunu eləyir. Məsələn, yəni müəllimin planı, bir şəxsin, insanın, məsələn, plan qururam ki, sabah gedəcəm Qəbələyə. Bu, belə plandan söhbət gedir. Yəni, hər hansı bir dərs planlaması deyərkən, söhbət tam olaraq gündəlik və yaxud illik planlaşdırmadan getməyə bilər. Sonra gələk üçüncü əsas məsələyə. Testlərin variantlarında doğru fikirləri və yaxud da yanlış fikirləri istəyir. Müəllimlər eyni üsulla dərs keçmək, eyni cür yanaşmaq, eyni tərzdə yanaşmaq,
eyni tapşırıq vermək, bax bu ifadələr səhv ifadələrdir. Sabit dəyişməz qalmaq səhv ifadələrdir. Yəni müəllim dəyişkən olmalıdır, müxtəlif strategiyalardan, fərqli strategiyalardan məntiqli formada istifadə etməlidir. Testlərin variantlarında, suallarda çox diqqətli oluruq. Hər zaman doğru fikirləri seçin, yanlış fikirləri seçin testlərimiz olur. Və həmən testlərdə eyni cür yanaşdı, eyni yanaşdı, eyni tapşırıq verdi. Diqqətli olun ki, belə məqamlar olmaz. Müəllimin sabit qalması, dəyişməz qalması, qrupların sabit qalması, dəyişməz qalması, homogen qruplar yəni olmaz. Homogen dəyişməz qruplar deməkdir. Heterogen qarışıq qruplar deməkdir. Qrupların təşkil olunmasında indi belə bir haşiyə də çıxım ki, qruplar daim dəyişməlidir. Yəni ilin əvvəlindən axırına qədər Xəyyamla Əli bir qrupda ola bilməz. Müxtəlif intellekt sahiblərinə uşaqlar bir yerdə işləməlidir. Güclü, zəif, qarışıq uşaqlar yaradılmalıdır. Hətta belə bir nüans vurğulayım sizə ki, oğlan-qız qarışığı belə olmalıdır. Yalnız oğlanlar bir qrupda işləsin, yalnız qızlar bir qrupda işləsin. Bu belə tam olaraq düzgün bir qrup bölgüsü sayılmır. Ona görə də qrup üzvlərinin müəyyənləşdirilməsində müəllimin rolu, müəllimin belə deyək iştirakı mütləqdir. Sonra müəllimlər, biz qaçacağıq müəllim mərkəzli yanaşmalardan. Nə deməkdir bu? Bəzi məsələlərdə bəli, müəllimin iştirakı lazımdır. Məsələn, qrup daxilində bir şagird az işləyir, digərləri çox işləyir. Bu da ondan irəli gəlir ki, qrup vəzifə bölgüsü apararkən müəllimin burada heç bir rolu olmayıb. Qrupun vəzifə bölgüsünün aparılmasında müəllimin rolu olmasıdır. Sonra təlim nəticəsinin seçilməsi müəllimin işidir. Formativ qiymətləndirmənin aparılması müəllimin işidir. Summativ qiymətləndirmənin aparılması müəllimin işidir. Bəli, bunlar müəllimdir. Bunlarda müəllim lazımdır. Amma bir də var ki, belə nüanslar var. Müəllim mərkəzli təhsil təşkil olunmalıdır. Səhv ifadədir. Sonra informasiya mənbəyi yalnız müəllim olmalıdır. Səhv ifadədir. Qiymətləndirməni yalnız müəllim aparmalıdır. Səhv ifadədir. Müəllim prosesin gedişinə sərt şəkildə nəzarət etməlidir. Yanlış ifadədir. Yəni müəllim önə çəkilirsə, tam olaraq müəllim mərkəzlilik hiss eləyirsinizsə, bir kobudluq hiss eləyirsinizsə, əsas olaraq müəllimin fəaliyyəti əsas götürülürsə, bu cümlələr müəllimlər səhv cümlələrdir. Diqqətli olmağınız lazımdır. Sonra təhlil etmək və dəyərləndirmək mərhələlərini fərqləndirilməsi ilə bağlı bir məsələyə toxunmaq istəyirəm ki, belə deyək, yaralı yerimizi tapıblar və bu məsələ ilə bağlı biz görürük ki, bir qayda olaraq sırana təhlil dəyərləndirmə ilə bağlı suallar salınır. Müəllimlər, ilk öncə yadda saxlayın ki, təhlil ən yaxşısının, ən səmərəlisinin, ən əhəmiyyətlisinin və yaxud daha əhəmiyyətlisinin, ümumiyyətlə əhəmiyyətlisinin seçilməsidir. Ədəbiyyat, Azərbaycan dillərində, məsələn, müəllifin mövqeyinin belə deyək, ortaya qoyulmasıdır, müəllifin mövqeyinin müəyyənləşdirilməsidir, hər hansı bir obrazın mövqeyinin müəyyənləşdirilməsi, yəni başqasının fikrini ortaya çıxartmaq, təhlil etmək mərhələsidir. Sonra hər hansı bir elmi məsələləri faktlarla, nümunələrlə demək, ortaya çıxarmaq bir şey mənim fikrim deyil. Mən faktla, nümunələ bunu əsaslandırıramsa, faktlarla, nümunələrlə əsaslandırıramsa, bu da təhlil etmək mərhələsidir. Dəyərləndirmə isə daha çox bizim fikrimizdir. Nəyəsə öz fikrini əsaslandır, fikrinizi əsaslandırın. Deyək ki, müəllifin mövqeyinə fikir bildirin və digər məsələlər var ki, məsələn, hər hansı bir nəyinsə etibarlığını, hər hansı bir mənbəyin etibarlığını müəyyənləşdirirəm. Buna əsasən bir fikir əsaslandırıram. Bax, bu məsələlərdə də dəyərləndirmə gedir. Müəllimlər, bilmirəm buna təəssüf deyim, yoxsa yaxşı bir şey deyim, amma taksonomiyanın mərhələlərini daha yaxşı müəyyənləşdirmək sizin öz bacarığınızdan asılı şeydir. Nə deməkdir bu? Yəni, ixtisasınızla, fənnimizlə bağlı məsələlərdə siz yaxşı bilirsiniz ki, hər hansı bir tapşırığın icrası nə cür aparılmalıdır. Məsələn, yenə hər dəfə qeyd edirəm, mən coğrafiya müəllimiyəm. Deyəndə ki, üfüqün cəhətlərini təyin et tapşırığı şagirdə verilib, mən bilirəm ki, şagird üfüqün cəhətlərini təyin etmək üçün burada bir tətbiq etməlidir. Çünki mən öz fənnimi bilirəm. Siz də məsələn, və yaxud deyək ki, Azərbaycan dili müəllimi olaraq, müəllim şagirdə hər hansı bir sintaktik təhlil tapşırıb. Bax, bu zaman
Həmən müəllim bilir ki, bu tapşırıq tətbiqi tapşırıq, tətbiq olunmalıdır burada. Bax bu formada taksonomiyanın mərhələlərini tapmaqda şagirdin yerinə özünüzü qoyursunuz və yaxud da müəllimin yerinə özünüzü qoyursunuz əgər lazımdırsa, əsas şagirdin yerinə. Həmən tapşırığı həll eləyirsiniz, yerinə yetirirsiniz görək. Siz taksonomiyanın hansı mərhələsində oldunuz? Bax bu formada cavabı müəyyənləşdirirsiniz. Sonra məzmun xəttlərinizi dəqiq bilmək vacibdir müəllimlər. Bəzi fənlərdə səhv eləmirəmsə bu biologiya, kimya, fizika, coğrafiya fənləri ilə bağlı dəyişilmiş məzmun xəttləri var. Həm köhnəni, həm yenini əzbər bilməyə çalışın. Çünki inteqrasiya mövzusunda sizə lazım olacaq. İnteqrasiya ilə bağlı belə bir şey demək istəyirəm ki, müəllimlər, sertifikasiya imtahanında demək, əgər bir şagird konkret olaraq öz həyatına, real həyatına bağlı bir məsələni, bir tapşırığı evində, həyətdə, məktəb həyətində yerinə yetirmirsə, tətbiq etmirsə, sadəcə olaraq bu hər hansı bir tapşırıq kimi verilirsə, bunu fənlər arası inteqrasiya götürürlər. Məsələn, sual belə qoyulur ki, siz ekoloji problemi müəyyənləşdirirsiniz. Bunun üçün plan hazırlamalısınız. Bax, belə suallar verirsə, bu artıq fənlər arası götürülür. Yox, əgər sizə deyirsə ki, məsələn, Əli adlı bir şagird deyir ki, Əli, sabahları yaşadığın bölgədə hər hansı bir çay, belə deyək, mənbəyi varsa, hər hansı bir su mənbəyi varsa, həmən sudan müəyyən bir qədər götür və bunun tərkibini falan müəyyənləşdir, öyrəndiyimiz dərslərdən istifadə edərək həyətinizdəki suyun hansı tərkibdə olduğunu müəyyənləşdir, bizə gətir. Bax, bu artıq şagird öz həyətində, dərsdə öyrəndiyini öz həyətində və yaxud məktəb həyətində də ola bilərdi. Bunu eləyirsə, artıq bu fənüstü inteqrasiya sayılacaq. Yəni, həm tətbiq lazımdır, həm də şagirdin öz həyatı ilə bağlı, öz həyətinə, məktəb həyəti, məktəbin öz bufetində şagird konkret düşməlidir, bir işi görməlidir, məsələn. Bax, bu formada fənüstü inteqrasiya sayılacaq. Sonra biz danışaq diferensiallıqdan və interaktiv təlimdən. Müəllimlər, diferensiallıq şagirdlərə fərqli, fərdi yanaşmadır. Bəzən müəllimlər düşünürlər ki, bu zaman müəllim hər şagirdə ayrı-ayrı yaxınlaşıb onun nə istədiyi ilə maraqlanmalıdır. Xeyr. Bir də bir şey deyim, diferensial təlim sinifdə olur, dərsdə baş verir və diferensial təlim müəllimin seçimi deyil. Nə deməkdir bu ifadə? Yəni ki, mən sinifə girəndə demirəm ki, bu günlərim mən dərsimi diferensial təşkil edəcəm. Belə bir seçim yoxdur. Müəllimin borcudur. Dərsə girdi, hər bir fəaliyyətində artıq diferensial davranmalıdır. Bəs müəllim 2-3 fərqli fəaliyyət həyata keçirsə bu diferensiallıq sayılırmı? Xeyr, müəllimlər, sayılmır diferensiallıq. Müəllim məqsədli olaraq diaqnostik qiymətləndirməni aparandan sonra hər kəsin intellektini ortaya çıxardır, hər kəsin güclü zəif tərəflərini ortaya çıxarandan sonra artıq başlayır fəaliyyətində, belə deyək, tədbirli olaraq diferensiallıq göstərməyə, şagirdlərə fərqli, fərdi yanaşmağa. Məsələn, bir dənə diferensial yanaşım, şagirdlərə esse yazmağı tapşırmalıyam. İstəyirəm ki, görəm ki, onlar esse yaza bilirlərmi? Onlara bir mövzuda esse tapşırmıram. Deyirəm ki, uşaqlar, sizə 5 fərqli mövzu verirəm. Kim hansını özünə daha yaxın hiss edir, həmən mövzunu götürüb esse yazsın. Baxın, mən diferensial davrandım və bərabər imkanları gözləmiş oldum. İnteraktiv təlimlə bağlı məsələyə gələk. Bəzən müəllimlər sualların cavablarında sizə tanış olmayan rəsmi ifadələr görürsünüz. Məsələn, belə bir ifadə olur ki, şagirdin rasional təfəkkürü inkişaf etməlidir, şagirdin yaradıcı tətbiq etməsi inkişaf etməlidir və s. kimi ifadələr. Bunlar hamısı müasir təlimin inkişafa aparan fəaliyyətləridir müəllimlər. Yaradıcı təfəkkür, tənqid təfəkkür, problem həll etmə, müstəqil işləmə, qərar qəbul etmə, ünsiyyət, əməkdaşlıq, fəal dinləmə, bir-birinin fikrinə hörmət etmə və s. Hamısı müasir fikirlərdir, kurikulumun fikirləridir. Və bütün müasir fikirlər, bütün müasir gedişlər, bütün müasir fəaliyyətlər interaktiv təlimə aiddir. Lakin müəllim mərkəzli yanaşma, sonra hər hansı bir formada ənənəvi təhsilə yaxın yanaşmalar interaktiv təlim sayılmır. İnteraktiv təlimin hərfi mənası isə, konkret belə deyək, məqsədi isə qarşılıqlı fəaliyyətə əsaslanan təlim deməkdir.
Yəni müəllim şagird, şagird şagird qarşılıqlı fəaliyyət əsasında dərsi təşkil etməlidir. Yəni əsas mənası budur, amma digər bütün müasir metodikalar, fəaliyyətlər interaktiv təlimə aiddir. Müəllim demokratik olmalıdır, müəllim proaktiv olmalıdır. Müəllimlər, deməli bundan başqa müəllim subyekt, yəni şagirdi obyekt gözündən görməməlidir. Subyekt münasibəti qurmalıdır. Gələk digər deməli bəndimizə şagird davranışı, müəllim valideyn, müəllim şagird münasibətləri. Şagird davranışı ilə bağlı məsələlərdə siz də yəqin ki, rastlaşacaqsınız testlərdə. Ümumiyyətlə şagird davranışının idarə olunmasında gözlənti, qayda, prosedurlar əsasdır. Gözlənti ilk qoyulur və gözləntilər dəfələrlə pozulduğu təqdirdə qaydalar yaranır. Qaydalar şagirdi cəzalandırmaq üçün deyil, lakin pozsalar təbii ki, cəzalarını alacaqlar, mənfi nəticələrlə üzbəüz qalacaqlar. Və müəyyən bir mənalarda şagird bir şey dəfələrlə eləyirsə, burada artıq qaydanın yaranmasına ehtiyac var. Qaydanın sayı 3-5 olmalıdır və müəllim şagird qaydaları bir yerdə hazırlamalıdır. Prosedurlar bir işin ardıcıllığını yerinə yetirməklə bağlıdır ki, hər hansı bir işin gedişatını bilməyəndə dərsdə pozuntu baş verir, dərsdə vaxt itkisi baş verir, digərlərinin fikri yayındırılır. Bax buna görə də müəllim hər zaman prosedurları şagirdlərə öyrətməlidir, məşq etdirməlidir və möhkəmləndirməlidir. Yəni prosedur hər hansı bir ardıcıllıqdır. Məsələn, var dərsə vaxtında gəlin qaydası. Bir şagird dərsə gecikir. Bunu biz asıb kəsə bilmərik ki. Yəni gecikib də hər hansı bir səbəbdən gecikib. Gecikdiyi təqdirdə hansı prosedur olmalıdır? Yəni qaydanı pozduğu təqdirdə hansı prosedurlar olmalıdırsa, müəllim də onu izah etməlidir. Təbii ki, prosedurlar qayda və gözləntilərdən ayrı bir şeydir. Prosedurları şagird yerinə yetirə bilmirsə, bunun günahı müəllimdə olur. Nə mənada? Yəqin ki, müəllim öyrətməyib, məşq etdirməyib və yaxud da ki, prosedurun tətbiqinə vaxt ayırmayıb, önəmli saymayıb. Şagird davranışının digər formada idarə olunması, konfliktlər həll olunmalıdır, şagirdlər hər biri ayrı-ayrılıqda dinlənməlidir, sinif iclasları keçirilməlidir, sinif iclasları yalnız böyük hadisələr, problemlər olanda olmamalıdır, tez-tez mütəmadi olaraq pozitiv sinif iclasları keçirilə bilər. Bəzən sinif iclasları şagirdlərin özlərinə tapşırıla bilər hər hansı bir mənada. Bundan başqa, şagird davranışı ilə bağlı məsələni müəllim birinci özü həll etməyə çalışmalıdır. Sonra məktəb psixoloqu daha böyüdüyü təqdirdə artıq geniş bir, belə deyək, məktəb rəhbərliyi və s. bu zaman qatıla bilər bu prosesə. Ona qədər müəllim gizliliyi qorunmalıdır. Və yadda saxlayın, müəllim heç vaxt şagirdi auditoriya qarşısında danlamamalıdır. Suallarda gizliliyin qorunmasına, konfidensiallığa xüsusi diqqət ayırın. Müəllim çalışmalıdır ki, şagirdlərin nailiyyətlərini, nailiyyət deyəndə söhbət ancaq uğurdan getmir. Yəni hər hansı şagird 2 alıbsa, bunu ümumi yerdə müzakirə etmək olmaz. Və yaxud da şagird davranışı ilə bağlı hər hansı bir məsələni ümumidə müzakirə etməməlidir. Lakin şagirdlərin uğurlarını müqayisə yaratmadan, sən hamıdan yaxşısan demədən, hamınız əli kimi olun demədən, təbii ki, ümumi formada tədbirlərdə falan qeyd edə bilər. Müəllim valideyn məsələlərində müəllim çalışmalıdır ki, valideyni məktəbə cəlb eləsin, əməkdaşlıq etsin, müəllim hər zaman ilk təşəbbüsü ələ almalıdır, valideynlə sərt danışmamalıdır, ona qaydaları başa salmalıdır. Amma bu o demək deyir ki, valideyn hər hansı bir qanunsuz şey istəyəcək. Müəllim deyəcək ki, hə, yaxşı, sən deyirsənsə olsun belə. Sualların birində mən görmüşdüm ki, digər valideynlər hər hansı bir uşağın, onların uşağıyla bir yer təhsil almasını istəmirdi, 1-2-3 valideyn. Burada variantlar vardı. Biz orada variant seçirik ki, müəllim valideynə hüququ, qanuni tərəfləri başa salır, izah eləyir və bununla da problem həll olunur ki, və bu şagirdi sən deməklə mən buradan çıxarda bilmərəm. Düzdür, valideynin nazı ilə oynanılır. Müəyyən bir təbii ki, onun övladı bura təhsil alır, müəyyən bir formada valideynə diqqət yetirilməlidir. Bu əsasdır. Lakin valideyn qanunsuz işlər görürsə, qanunsuz nələrsə, daha doğrusu təklif eləyirsə, istəyirsə, bunları müəllim qanuni şəkildə, belə deyək, hörmətlə, qanuni şəkildə cavab verir və aradan qaldırır. Müəllim-şagird münasibətlərində hər zaman pozitiv olmalıdır. Şagird müəllimin dostu deyil, rolları müəyyənləşməlidir. Lakin müəllim şagirdlə münasibətlərdə hər zaman pozitiv, bərabər hüquqlu, həssaslıq, humanizm, empatiya deməli xüsusiyyətlərini
qorumalıdır. Qiymətləndirmə. Diaqnostik, formativ, summativ qiymətləndirmə. Burada bu haqda çox eşitmisiniz. Diaqnostik ilkin qiymətləndirmədir. Formativ deməli gündəlik aparılan qiymətləndirmədir. Summativ son nailiyyətlərə əsaslanan, yəni şagirdin nailiyyətini ölçən rəsmi qiymətləndirmədir. Burada bölmə sonlarında olur və yarım illər sonlarında olur. 2 yerə bölünür. Bir şagirdin nailiyyəti ölçülür. Yəni yekun hal alır summativ qiymətləndirmə. Deyirik ki, diaqnostik, formativ qiymətləndirmə rəsmi deyil. Belə deyəndə müəllimlər elə bilirlər ki, bu lazım deyil. Xeyr, o mənada rəsmi deyil. Deyir ki, yəni deməkdə məqsəd budur ki, şagirdin sinifdən sinifə keçməsinə təsir göstərmir. Diqqət edirik. Sadəcə olaraq şagirdin sinifdən sinifə keçməsinə təsir göstərmir. Yoxsa bu qiymətləndirmənin nəticələri çox önəmlidir. Diaqnostik qiymətləndirmənin nəticələri şagird portfolyosuna yığılır, müəyyən qovluğa yığılır. Formativ qiymətləndirmənin nəticələri müəllimin formativ qiymətləndirmə dəftərində, şagirdin məktəbli kitabçasında qeyd olunur, hər gün aparılır, şagirdin fəaliyyəti izlənilir. Summativ qiymətləndirmə jurnala yazılır, deməli kəmiyyət, rəqəm qiymətləndirməsidir. Nailiyyəti ölçür. Son nailiyyəti ölçür və şagirdin sinifdən sinifə keçməsinə təsir göstərir. Bundan başqa qiymətləndirmə ilə bağlı bəzən testdə variantlarda belə ifadələr olur ki, müəllimin fəaliyyətini üzə çıxardır. Deməli, bu qiymətləndirmələr şagird üçün deyə müəllimlər düşünür ki, bu səhvdir. Məsələn, müəllimlər, summativ qiymətləndirməni keçirmisiniz. Şagirdlərimizin 10-u 2 alıb. 10 nəfəri 2 alıb. 5-i isə deyək ki, 4 alıb. 1 nəfər 5 alıb. Burada müəllimin fəaliyyəti ortaya çıxdımı? Deməli, bu müəllim yaxşı dərs keçməyib. Və yaxud da ümumi summativ məktəb üzrə qiymətləndirmənin nəticələri həm də məktəbin, belə deyək, səviyyəsini müəyyənləşdirmirmi? Burada dərs necə təşkil olunursa. Yəni, bu cümlələrdən qaçmayın. Təbii ki, summativ qiymətləndirmə və yaxud da formativ qiymətləndirmə həmçinin müəllimin fəaliyyətindən də asılıdır. Yəni, summativ qiymətləndirmə nəticələri həm məktəbin səviyyəsini müəyyən edir ki, uşaqlar hansı səviyyədədir, həm də müəllimin fəaliyyətini göz önünə qoyur ki, müəllim yaxşı tədris edə bilib dərsini, yoxsa deməli aşağı səviyyədə effektsiz təşkil edib. Digər tərəfdən diaqnostik qiymətləndirmə çox əsas qiymətləndirmədir. Çünki diaqnostik qiymətləndirmə aparandan sonra müəllim dərsini artıq qurmağa başlayır. Ona əsasən dərsini qurur, artıq dərsin uğurlu keçməsi, şagirdlərin bilik, bacarıq qazanması diaqnostik qiymətləndirmənin aparılmasından asılıdır. Belə müəllimlər, hər birinizə uğurlar arzulayıram. Videonu çox diqqətlə izləyin. Bacardığım qədər qısa etməyə çalışdım. Video heç bir reklam xarakteri daşımır. Rahat könül rahatlığıyla dinləyin. Tam dediklərimi, belə deyək, tam olaraq anlamağa çalışın. İmtahanı da çalışın ki, çox diqqətli olasınız. 6 düzü mütləq şəkildə yazmaq lazımdır ki, 6 balınız qalsın və hər hansı bir səbəbdən mərhələdə uğursuzluq göstərməyəsiniz. Bir daha uğurlar, çox sağ olun.